Əgər yorğunluqdan şikayət edirsinizsə və bunun səbəbini bilmək istəyirsinizsə, bu bəndləri nəzərdən keçirin. Qan təzyiqindəki dəyişikliklər, yuxarı və ya aşağı qan təzyiqi, xüsusilə də aşağı qan təzyiqi, ürək xəstəlikləri, aorta və ya ürək mədəciklərinin disfunksiyası, xüsusilə də ürək çatışmazlığı, hormonal pozğunluq, diabet, xüsusilə də qan şəkərinin aşağı olması, qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı, yarımçıq qidalanma, həddən artıq isti və ya həddən artıq soyuq, çirkli və ya tozlu mühit, həddindən artıq işıqlandırılmış və ya kifayət qədər işıqlandırılmamış iş yerləri, psixoloji amillər, məsələn, anksiolitik xəstəliklər kimi, təbii ki, stress və depressiya da daxil olmaqla, revmatizm xəstəlikləri, qan azlığı, səs-küy ən çox da orqanizmdəki C vitaminini parçaladığı üçün, hərəkətsizlik, yarımçıq yuxu. Bunun üçün orta möhkəmlikdə həmçinin ortopedik yataqlar seçin. Digər tərəfdən, otağınızın təmiz olmasına da diqqət yetirin. Bundan başqa, otağınızın havasını tez-tez dəyişə və yatmazdan əvvəl yüngül idmanda edə bilərsiniz. Bütün bunlarla yanaşı, əgər mümkündürsə, müayinədən keçin. Fiziki bir problem varsa, aradan qaldırın. Yoxdursa, yaxşıca yatıb dincəlin. İnanın, səhər yerinizdən qalxanda sizin üçün yeni bir gün başlayacaq.